Biri var idi, biri yox idi. Adi rəfiqələrindən fərqlənməyən bir qız var idi. Kasıb evdə böyüyən, həyatın bütün acılarını erkən dadan, oyuncaqlarla yox, kitablarla böyüyən balaca bir qız haqqında danışacağım. Anası xəstə, atası isə ona qarşı soyuq idi. İlk nağılını 6 yaşında, ilk romanını isə 11 yaşında yazdı. Söhbət Harry Potter'ın anası Joanne Rowling'dən gedir. Anasının faciəvi ölümü, atasının layiqliyi, Portuqaliyada uğursuz evlilik, depressiya onun həyatının qaranlıq səhifələri idi. Məhz o qaranlıqdan Dementorlar doğuldu. Məhz o qaranlıqdan Harry Potter'ın işığı yandı. Fəlsəfə Daşı adlı ilk romanı 12 nəşriyyat rədd etdi, amma bir hə kifayət etdi ki, Rowling özünü də, bütün dünyanı da dəyişsin. Qadın müəllif olduğu üçün risk etmək istəmirdilər və o J.K. Rowling imzasını götürdü. Bu adla sanki sirli bir yazıcı danışmağa başladı. Judy Picoult'dan soruşanda möcüzəni necə təsvir edərdiniz? Belə cavab verdi. 12 dəfə rədd olunmuş bir əlyazmanı bugün milyonlarla insana ümid verməsi bu bir möcüzədir. Rowling bizə göstərdi ki, ən ağır anlarda belə təkliyi, yoxsulluğu, qorxunu xəyalla birləşdirirsən, nəticədə dostluq, ümid və işıq qalib gələr. Onun nağıllarında əsl güc sehirlə yox, insanın öz iradəsi ilə qalib gəlmək məsələsi idi. Joanne Rowling'i oxumaq lazımdır.